Herkese salamlar. Mən Qabil Abbasov. Bugün 28-12-2025 tarixində keçirilmiş 11-ci sinif burax sınavının variant A-dakı rəzə sualların həllinə baxacağıq. Gəlin başlayaq 31-ci sualdan. 31-ci sualda bizə verilir. İlk bərabəryanlı trapesiyada kiçik oturacaq 2, yan tərəflər 4, iti bucağı 60 dərəcə olarsa bu trapesiyanın diagonal uzunluğunu tapın. Bərabərli trapesiyada bilir ki, diagonal bərabərdir. İlk olaraq biz nəyə tapa bilərik? Böyük oturcağı bilməliyik ki, tutaq ki, nəyə bilməliyik? Biz buradan hündürlük çəksək, hər iki tərəfdən hündürlük çəksək, bura ilə bura bilirik ki, bərabərdir. Və buranın 2 olduğunu bilirik. Və bizə lazımdır buradan buranı çəkmək. Buradan buranı sorsa, diagonal sorulur. Bunun üçün biz bilməliyik buraları. Bura necə bilək? Bizə verirlər də, iti bucağı verirlər 60 dərəcə. 60 dərəcəni istifadə edərək yazaq. 60 dərəcəni istifadə edərək bura nədir? 30 dərəcə. 30 dərəcənin qarşısındakı katet nəyə bərabərdir? Bir tane uzun yarısına. Demək bura nədir? 2. Eyni qaydada burada 2'dir. Bərabər yanı olduğundan. Burada nədir? 2. Paralel olduğuna sürüşdük bura. Oturacağımız nədir? 6. Bizim bu hissəmiz nəyə bərabərdir? Bizə nə yazımdır? Diagonal. Diagonal da buradan çəkəndə düzbucaq kuruş bucaq yanında uşaqlar. Buradan bura 4. Bura necə biləcəyik? Buradan. 60 dərəcə buradırsa. Bura neçə eləyir? 2/3. 2 buradırsa eləyir 2/3. Hündürlüyümüz nədir? 2/3. Hündürlüyümüz bəlli. Katetlərimiz bəlli. Oturacağımız bəlli. D kvadrat nəyə bərabərdir? 4'ün kvadratı üstə gələk 2/3'ün kvadratına. Bu da bərabərdir. 16 üstə gələk 8 vur 24 vur 3. 16 üstə gələk 12 bərabərdir 28. D'miz də bərabərdir 2/7'ye. Otuz ikinci sual. Bizə x'in qiymətini verir və bu ifadənin qiymətini tapın deyim. İlk olaraq biz ifadəni yazsaq, bizdən verir kosinus 9x, sinus 3x bölək, üstə gələk sinus 9x bölək kosinus 3x. Bizə bu ifadə deyim. Bu ifadəni sadələşdirmək ilk olaraq orta məxrəcə gətirsək, məxrəcimiz olur sinus 3x kosinus 3x və bölsək bunu kosinus 9x vur kosinus 3x üstə gələk sinus 9x vur sinus 3x. Fikir versək, sürət bizə nəyin açılışıdır? Toplama olduğuna birinci kosinus gəlir. Kosinus gəlir toplama olduğuna görə kosinus alfa minus beta'nın açılışıdır. Yəni kosinus 9x çarpı 3x'in açılışıdır. Məxrəc isə sinus 3x vur kosinus 3x bərabərdir. Sürət bizə verir kosinus 6x'i məxrəcdə olduğu kimi saxlasaq vur kosinus 3x. Biz sürətdə 6x var, məxrəc 3x var. Eyniləşdirmək üçün bax bu fikir versək, bu nəyin açılışıdır? Bir dənə 2'si çatmır. 2 olsa sinus 2x'in açılışı olar. Onun üçün biz hər tərəfə 2 vurur 2'yə bölsək, bu bizə verir sinus 6x'i. Məxrəcdə alınır ki, kosinus 6x bərabərdir. Bu eləyir 2 kotangens kosinusu sinusa bölündüyünü verir. Kotangens 6x'i. X'imiz də pi bölək 24 olduğundan yerinə qoysaq 2 vur kotangens 6 vur pi bölək 24 qısa get qaldı 4 pi bölək 4 eləyir 45 dərəcə 2 kotangens
45 bərabərdir. 2 vur 45-də nəyə bərabərdir? 1-ə. 2 vur 1 eləyir 2. Otuz üçüncü sual. 30-cu sualımız belədir. Bizə bu ifadə verir və ifadəni sadələşdirin deyir. Onun üçün olaraq ilk olaraq yazırıq ki, A bizə verilənləri yazaq. Vuraq. AB bölək A üstə gələk B bərabərdir. Sadələşdirmək üçün orta məxrəc mötərizəni sadələşdirsək, A bölək B orta vur çıxardan qalır A çıxaq B çıxaq A üstə gələk. B-ni çıxardan da buradan da A çıxırıq. A çıxaq B vuraq. AB A üstə gələk B bərabərdir. 2 versək burada B çıxaq A'dır. Burada nədir? A çıxaq B'dir. Bunun üçün nə var? B çıxaq A kimi yazsaq, bu ifadənin bunu B çıxaq A kimi yazsaq, qarşıya mənfi gedir deyil. Bu işarə olur mənfi. Yəni A bölək B vuraq B çıxaq A çıxaq B bölək A vuraq B çıxaq A-ya. Bu bərabər nəyə? Bunu elə ki saxladıq olduğu kimi. Orta məxrəci gətirsək B nədir? B çıxaq A var. 1 vuruq. Digər nədir? A vuraq B. Buna bölsək qalır A eləyir A kvadrat çıxaq. Burada nə qalır? B. B kvadratı vuraq. AB bölək A üstə gələk B bərabərdir. AB-lər getdi. Bunu da açsaq A çıxaq B. A üstə gələk B. B çıxaq A. A üstə gələk B. Məxrəc. Sürətdə qalmışdı bir də. Pluslar getdi. Bu nədir? A minus B, B minus A. Bir-birinin əksi olduğuna görə işarəm nə edir? Mənfi 1. 34-cü sual. 34-cü sualımız belədir. Bizə verilir kök altında 4 minus kökdə 7 üstə gələk kökdə 2 vuraq kök altında 4 minus kökdə 7 bərabərdir. Bir vurub açsaq, bu bizə verir kök altında 4 minus kökdə 7-nin mörtəzə kvadratı üstə gələk kök altında olduğuna görə 2 buna oranında edir 8 minus 2 kökdə 7 bərabərdir. Biz bunu modulda kimi çıxarsaq 4'ün kvadratı edir 16 4 kökdə 7 bölünür olduğu kimi çıxır 4 çıxar kökdə 7 kvadratdan kök getdi üstə gələk. Bu bizə nə yazılışıdır? Kökdə 7 minus 1'in mörtəzə kvadratı. 7 kökdə 1'dən böyük olduğuna görə müsbət kimi çıxır deyinə kökdə 7 minus 1 kimi çıxarsaq plus minus getdi 4'dən də 1 çıxanda qaldı 3. Cavabımız 3. Qəşəng sualdır bu. 35-ci sual. Dövrə onluq kəsirlər. 0 tam A, B 0 tam 4'də B bərabər nəyə? 2'də 1'ə. Bizdən açıq B-ni soruşur. Bunu sadələşdirsək dövrün içi qədər 9, dövrün sonra qədər 0. 90'da AB çıxaq A çıxaq 9'da B bərabər nəyə? 2'də 1'ə. Sürəti yenə sadələşdirsək 10 A üstə gələk B çıx A çıxaq 9 B 2'də 1 da B. Orta məxrəc 90 olduğuna görə 90'da 10'dan A çıxanda qalır 9 A üstə gələk B çıxaq 90'ı 9'a böləndə 10 onu B'yə vuranda 10 B bərabər nəyə? 2'də 1'ə. Neçə eləyir? 9A çıxaq 9B bölək 90 bərabər nəyə? 2'də 1'ə. Sürətdən 9 ortaq vurub çıxarsaq 9 vuraq A çıxaq B bölək 90 bərabərdir 2'də 1. 9'dan 90 ixtisar getdi qaldı 10. 2 ilə də 10 ixtisar getdi. Bu da qaldı 5.
Deməli A çıxaq B-miz nəyə bərabərdir? 5-ə. 36-cı sual. Üzrü sayın. Şəkil çəkdik. Çəkəyi tamamlayaq. A, B, Y, A, B, C, D, F. Bizdən YAD-ni buranı bura bərabər verir. Bura ilə də buranı bərabər verir. Bura x desək, bura da y desək, yəni tənböləndir. Bilir ki, bura nədir? X plus y. O hardan gəlir? Bunu belə uzatsaq, bu xətti uzatsaq, çarpaz bucaqlar. Daxili çarpaz bucaq. Bura nəyə bərabərdir? X-ə. Bilir ki, 2 daxili bucaq ona qonşu olmayan bucağına bərabərdir. X üstə görə y buradan gəldi. Və bizə buranı verib 80. Bizdən A deyəcəyini soruşur. 4 bucaqlı da bu. 4 bucaqlının cəminə bərabərdir 360 dərəcə. X plus y buradan, 1x buradan, 1y buradan. 2x plus y üstə görə 80 bərabər nəyə? 360 dərəcə. 2x plus y bərabərdir 280-a. 2x plus y bərabər nəyə? 140 dərəcə. Cavabımız neçə elədi? 140 dərəcə. Bizdən A deyəcəyini soruşur. 37-ci sual. Bizə verilib y bərabərdir. X hansılar yanlışdır? İlk olaraq qrafiki çəksək. Grafikimiz gəlir 3 x-ə 0.9. Yəni buradan gəlib belə keçir. X bərabərdir 3. Bura nədir? 3 yox, 0. Yəni x bərabərdir 3. Simetrokunu təyin edir. Doğru. A düz. Bizdən yanlışdır. Apsisi oxuna 3-0 nöqtəsinə toxunur. Apsisimiz nədir? 3-0. Düz. Düzlər çıxaq da. Təpə nöqtəsi apsis oxu üzərində yerləşir. Təpə nöqtəsi apsis oxu üzərində yerləşir. Düz. Qrafikdən də görünür. Orduna toxunu 0-3 nöqtəsinə gəlsiniz. 0-3 yox. 0-9. Bax, dedik, bura nə var? 9. X-ə 0 verəndə neçə eləyir? Y 9. Deməli, doğru səhv cavabımız nədir bu? Ən kiçik qiyməti 0-a bərabər doğru. X-in 3 qiymətində Y 0 alır. Bu da doğru. Yanlış olan hansıdır? D variantı. 38-ci sual. Bərabərsizliyi ödəyən n tam ədədlərin sayını tapın. Hər tərəfi 2-yə vursaq, 2 kiçikdir 2n plus 1 kiçik. Bunda 2-yə 24. Bu nəyə vurmalı? 8-ə. Kiçikdir 8-dən. Hər tərəfdən 1 çıxanda 1 kiçikdir 2-dən 7-dən. Və hər tərəf 2-yə bölsək 0.5 n və 3.5. Ədədlərimiz hansılardır? 1, 2, 3. Sayını tapın deyir, 3 dənə. 39-cu sual. A-mız mənfi, B-miz müsbət olarsa bu ifadəni sadələşdirin deyir. A-mız mənfi olduğuna görə mənfi A üstə gedək. B-miz müsbətdir. Müsbətdən mənfi çıxanda eləyir müsbət. Bu olduğu kimi qalır. Üstə gələk. A vuraq. B-miz nədir? Müsbət. A, B. Üstə gələk. B vuraq. A-mız nədir? Mənfi. Modulda at kimi çıxır. A-mız mənfi olduğuna görə mənfi A. Mənfi A, B, müsbət A, B. Bunlar getdi. Geridə qaldı B çıxaq 2A. Cavabımız nə oldu? B çıxaq 2A. 39, 40 sual. Y bərabərdir 3. Bizə verir ki, y bərabərdir 3 vur kosinus 4x üstə 3 funksiyasının ən kiçik müsbət dövrünü tapın. Qısaca deyə bilərik ki, dövr nədir? K olandır hissəsidir. Buradakı əmsallar nəyə bildirir? Bunlar bizi amplitudlar bildirir. Amplitud nədir? Sinüs qrafikimizin tutaq ki, kosinus funksiyasının kosinus x funksiyasının qrafiki belədir. Yaxşı çəkənmədik. Buradan başlayır belə. Sıfırdan alır 1'i. 0,
pi 2 pi 3 pi bölü 2 bir de 2 pi. Sıfır pi bölü 2 pi 3 pi bölü 2 ve burada alır 2 pi. Bu bize verir -1, bu bize verir müsbət 1. Amplitud nədir budur? Bax, -1, müsbət 1. Y bərabərdir kosinus kx funksiyasında, x funksiyasında bunun qrafikidir. Buradakı qiyməti bu amplitudların böyüyüb kiçilməsi deməkdir. Yəni tutaq ki, bura 2 olsa, bunu alır 2 -2 aralığında alacaq. Buradakı qiyməti isə dövrü kiçilib böyüməsi deməkdir. Əgər müsbətdirsə kiçilir. Yəni 0-1 arasındadırsa, kiçilirsə böyüyür qrafikimiz. Yəni bundan bizə heç bir qiyməti yoxdur. Bu x-in əmsalın qiymətindəki bu 3 mənfidirsə sağa sürsür bu tərəfə. Müsbətsə sol tərəfə. Əgər burada hər hansı bir ədəd olarsa yuxarı, mənfidirsə yuxarı, müsbətsə yuxarı, mənfidirsə aşağı sürsün qrafik. Bizə nə lazımdır? Dövr. Dövr olması üçün də dedik ki, nəyə baxmalıyıq? X-in əmsalına baxırıq. Düsturumuz nədir? 2 pi bölək k düsturdur. K-mız nədir? 4 olduğuna görə 2 pi bölək 4. Eləyir, bu da eləyir pi bölək 2. 41-ci sual. Bizə deyir ki, A düz xətti O mərkəzli çevrəyə A nöqtəsində toxunur. B, A, D 40 dərəcədirsə, deməli AB qövsü neçə dərəcədir? 80 dərəcə. Və BC diametr olduğundan çevrəni yarıya böldüyünə 80 bu qövs tapışsa, bura neçə dərəcədir? 100 dərəcə. Bizdən ABC dərəcə üçün tapır deyinə. ABC də AC qövsünə sökülən daxili bucaq olduğundan deyə bilərik ki, ABC bərabərdir 100 bölək 2. Eləyir 50 dərəcə. Qırıq ikinci sual. A çoxluğu, B çoxluğu. NAB fərqi 11. Yəni bura 11-dir, balaca hissə. Bax burada. Kəsişməni 1 verir. Buna da x desək, deyə bilərik ki, NA 11-in üstə bir gəndə neçə edir? 12 bərabərdir 3 vur. NB-miz neçədir? 1 üstə görə x. Buradan deyək ki, 1 üstə görə x bərabər 4-ə, x bərabər neçə? 3-ə. Bizdən birləşməsini soruşur. 11, 1 gələndə 12, 3 də burada neçə edir? 15. Birləşmədə hamısı. 15 dənə element var. 43-cü sual. Son sayda həll olması üçün tənimizi yazsaq şərtdə. AX bərabər B xətti tənliyində A bərabər 0, B bərabər 0 olarsa sonsuz sayda həlli var. A fərqlidir 0, B fərqlidir 0 olarsa yeganə həlli var. A bərabər 0, B fərqlidir 0 olarsa həlli yoxdur. Bizə nə lazımdır? Bu şərti. Bu şərti nəzərə alsaq və bunları ayrı-ayrı 0-a bərabər götürsək. 2 çıxal 3 bərabər 0. AB üstə 6 bərabər nəyə? 0-a. Cəmini tapın deyir bizdən. Buradan A-nı tapırıq ki 1,5. Və gətirib yerinə qoysaq 1,5 B bərabərdir -6-ya, B də bərabərdir -4-ə. Və bizdən cəmini sorusuna görə 1,5 üstə gələk -4, bu deyir -2,5-ə. 44-cü sual. Bizdən AB BC-yə bərabər yanı üçbucaqda AD 2 BD 10'dur.
Və bizdən BDC-ni 60 dərəcə veriblər. Qəşəng. Biri ki, bərabərlənmiş bucaqda hündürlük çəksək, hündürlük, tənbölən, meydan hamısı üstünə düşür. Və 60 dərəcə qarşısında. Bizə nəsə otur AC tərəfindən. Bizə nə lazımdır? Bir hissəni tapmaq lazımdır ki, bilir ki, burada eyni ifadə olduğundan 2 plus x-ə bərabərdir. Yarıya bölür. Bura neçə dərəcədir? 30 dərəcə. 30-ın qarşısındakı katet nəyə bərabərdir? Hipotenuzun yarısına. Demək ki, nəyə bərabərdir? 5-ə. Bura h desək, AH-ımız nəyə bərabərdir? 2 üstə gələ 5 bərabər nəyə? 7-yə. AC-miz nəyə bərabərdir? 2 vur AH-a. O deyir 2 vur 7 neçə eləyir? 14. Cavabımız neçə elədi? 14. 45-ci sual. P çoxaltısının dərəcəsi 5, Q çoxaltısının dərəcəsi 8 olarsa P kubu vur P üstə Q çoxaltısının dərəcəsini tapın. Əgər P-yə biz x üstü 5 desək, Q-yə də x üstü 8 desək, P-nin kubu nə olur? X üstü 15 vuraq, x üstü 5 üstə gələ x üstü 8 bərabərdir. Vurma nədir? Topluyoruz. X üstü 20 üstə gələ x üstü 23. Çoxaltısının dərəcəsi nəyə bərabərdir? 23-ə. Qəşəng sual. Deyir, usta işin 85 hissəsini yerinə yetirərsə, işin neçə faiz yerinə yetirməmiş qalar. Yetirməmiş hissəsi nə qədərdir? 8-də 3. Birdən çıxdı 85, elədi 8-də 3. Bunu faiz nəsrdiyinə vurduq 100-ə bərabərdir. 300 bölək 8, o deyir 37,5 faiz. 47-ci sual. D sahəsi 108 olan ABCD paralelogramda AK bərabərdir BK olarsa, yəni bura bərabərdirsə, bura x desək, bura olur 2x paralelliyə görə. Və bizdən BFC üçbucağın sahəsini tapın. Buranın sahəsini istəyir. Bura S desək, burada nəyə tapaq uşaqlar? Yəni oxşarlıq tapaq. Necə tapaq? Fikir versəniz, bu nəyə oxşuyur? Kəpənəyə. Bura alfa, bura alfa. Və paraleliyə görə bilirik ki, Z-ə görə, Z kuralına görə bura betadsa, bura nədir? Beta. 2 bucaq bərabərsə, demək 3-cü bucaq da bərabərdir. Oxşarlıq var da uşaqlar. Oxşarlıq bir bucaq bir tərəfçidən 2 tərəf böyükdürsə, deməli bunlar da 2 tərəf böyük olacaq da uşaqlar. Bura K desək, bura nə olur? 2K. Və bura S demişiksə, bura nə olur? 2S. Bu da diagonaldır uşaqlar. Diagonal da sahəni yarıya bölür. 108 isə sahəmiz yarısı nədir? 54. 3S bərabərdir 54. S də bərabər neçə? 18. Tapdıq 18. Niyə oxşarlığa görə kvadrat olmadı? Çünki belə. Bax, tutaq ki, bunu qıraqdan bir çəksək. Belədir. Bura nədir? X-dir. Bura 2x-dir. Niyə 2 dəfə böyük oldu? Bax, buradan hündürlük çəksək. Bu çorbucaqlı üçbucağın da sahəsi hara olur? Hündürlük xaricində olur da. Həm bu üçbucağın sahəsi hündürlüyüdür, həm də bu üçbucağın hündürlüyüdür. Avraq H belə 2 düsturuna hesablandan görərik ki, bunun sahəsi bunun sahəsindən 2 dəfə böyükdür. Tərəfin nisbəti neçə dəfə böyüksə, sahəsi də o qədər böyükdür. Buradan tapırıq 18. 48-ci sual. 48-ci sualımız belədir. Deyir ki, x, y natural ədədlər üçün nisbət vefsiyəli ən gözəli. K kimi hesabını geçsin. 5K 4K Z bərabərdir 2K. X, y eləyir 20K kvadratdır. Y, Z 8K kvadrat. Bərabər nə? 112-yə. 28K kvadratı 112K kvadrat bərabər 4-ə, K da bərabərdir 2-yə. Niyə 2 götürdük? Natural ədəd dediyinə görə elə bizə müsbət lazımdır. B eləyir 10, 8 və 4. Bizdən cəmini soruşur. 18, 4 da bu eləyir 22. 49-cu sual. Deyir, satışa çıxarılan parçanın hər metrin 30 manatdan satışı 24 manat gəlir gətirir.
25 manatdan satışı isə 16 manat ziyan verər. Neçə metr parça satışa çıxarılıb? Qəşəng. 24 manat gəlir gətirmək üçün. Tutaq ki, X metr parçamız var. Bunu 30 manatdan satsaq 24 manat gəlir gətirər. Yəni 24 çıxsaq normal maya dəyəri eləyər də. Gəlir. 25 manatdan satsaq 25 vur 2 16 manat ziyan edər. Yəni üstünə 16 manat versək maya dəyəri eləyər də. Normal xətti tənik yarandı. X-ləri bir tərəf, ədədlərimizi də bir tərəfə yığsaq, tapırıq ki 5x bərabərdir 40-a, x bərabərdir 8-ə. Neçə metr satışa çıxarılıb? 8 metr. Bizə 50 SN ədədi silsilənin ilk yeni həddinin cəmidir. Şolar, silsilə də bilir ki, SN nəyə bərabərdir? A1 üstə gələk A2 üstə gələk A3 nöqtələr və A enə qədər. Buna da yaza bilərik. Necə yəni? Buradan hər ikisində də 11-ə qədər var deyək. Çıxma olduğuna görə 11-ə qədər gedir. Geridə qalır nə? A12, A13 və A14. Bərabər nəyə? 225-ə. Bilirik ki, bu ikisinin ədəd ortaq bizə nə verir? A3-ü. Yəni 2 A13 A13 bərabər nəyə? 225. 3 A13 bərabərdir 225-ə. A13 də bərabər nəyə? 75-ə. 13 nədir? 75. Digər yol isə düsturla yazanda SN bərabərdir 2A1 üstə gələk M-1 vur D bölək 2 vur N. N yoxdur. Elə bu düsturla. Bu düsturun yerinə qoyub hesablasaq N cavab alarıq. Ən əsas yolu budur. Bu düsturu bilirik. Bunu tətbiq elədik. Aldığımız cavab budur. Bunu hardan aldıq? Bu ədəd ortası nə verir? A13-ü. Yəni A12 üstə gələk A14 böl 2 bərabər nə? A13-ə. 2 A13 ona görə yazdıq. Qəşəng sualdır bu. 51-ci sual. M parametrin hansı qiymətində x kvadrat üstə gələk 5 çıxaq 3m vur x üstə gələk 2m çıxaq 1 bərabər 0-dən x1 x2 köklər üçün bərabər doğru olar. Doğru olması üçün 51. Bilirik ki, nədir? x1 üstə gələk x2 bərabərdir 5. Əks işarə nəyə bərabərdir? Cəminə. Əks işarə cəmini üçün bunu belə yazaq da. Mənfi 5 çıxaq 3m. X 1 vur x2 nəyə bərabərdir? 2m minus 1-ə. M hansı qiymətində? Və 1 bölək x1 üstə gələk 1 bölək x2 bərabər nəyə? 2-yə. Ortaq məxrəcə gətirsək x1 bərabər nəyə? 2. Hasilimiz nədir? 2m çıxaq 1. Mənfi qarşılıq olduğuna görə atsaq edir 3m minus 5. Bərabər nəyə? 2-yə. Və tənasüb kimi yazsaq 4m çıx 2. Buradan M bərabərdir mənfi 3-ə. Cavab 5, 2 minus 1. Düzüm yazdıq. Aha, qəşəng. M'imiz nədir? Mənfi 3-ə. Əlliyə ikinci sual. Deyir, Emil təpə bucağı 40 dərəcə olan bərabərli ucağın otucaqları ilə düzgün çoxbucaqlı qurdu.
və şəkildə həmin düzgün çoxbucaqlının bir hissəsi təsvir edilmişdir. Emilin qurduğu düzgün çoxbucaqlının neçə tərəfi var? 40 dərəcə olduğundan tutaq ki, bura deyək 40 dərəcədir. Bilir ki, yan tərəflər nədir? 70, 70. Bura nədir? 70. 70, 70, 60. Toplamda neçə eləyir? 140, 200. Bu hissə nədir? 160. Bir daxil bucağı nədir? 160 dərəcə. 180 vur n-2 böl n bərabərdir 160-a. Bunu da tapmaq olar. Və yaxud bir daxili bucaq 160 dərəcəsə, xarici bucaq nəyə bərabərdir? 20 dərəcə. 20 vuraq n tərəflərin sayı. Bərabər nəyə? 360 dərəcə. N bərabər neçə? 18. Neçə tərəfliymiş? 18. Bu da ikinci həll olur. 53-cü sual. Deyək ki, qrafikdə eyni gücə malik işçilərin sayı ilə onların eyni bir iş yerinə yetirmək üçün müddətlər arasında asılıq vermişdir. Asılıq nədir? Tərs asılığı. Yəni 12 sayla n plus 5 veriblərsə, n plus 1 sayla da 18 zaman veriblər. Zamanla sayı tərs mütənasib verirsə, tərs mütənasib nə idi? Asılıqda qrafikdən. Belə çarpaz yolunda düz mütənasib, qarşı-qarşı yolunda nədir? Tərs mütənasib. Qarşı-qarşıya vursaq 18 vur n plus 1'ə. 6'ya kısa get. Burada kaldı 2. Burada kaldı 3. 2n plus 5 bərabərdir 3n plus 3. Buradan da n bərabər nə? 2'yə. Qrafikdə eyni güclə malik bir şeyin etmək üçün arasında asılıq verilmiş. 16 işçi həmin işi necə günə yerinə yetirər? 16 işçi. Biz tapmışıq nə? N 2. Yəni 12 53-cü sual. 12 işçi 7 saata görürsə 16 işçi neçə günə yerinə yetirər zaman olaraq? X-ə. Dedik ki, nə mütənasibdir? Tərs mütənasibdir. Yəni 12 vur 7 bərabərdir 16 vur x-ə. Seyson. Cavab deyirəm niyə alınmır? Şöyle nisbət bak 12 vur n plus 5 bərabərdir 18 vur n plus 1. 2 3 2n plus 2 yazmışam. 2n plus 10 3n plus 3. N bərabər nəyə? 7'yə. N-ə 7 verəndə 12 işçimiz 12 günə yerinə yetirirsə 16 işçimiz neçə günə yetirər? X. Buradan da tənasüb dedik ki 12 vur 12 bərabərdir 16 vur x-ə. Tərs mütənasib olduğundan 144 bərabərdir 16 x-ə. X də bərabərdir 9'a. Cavabımız neylədir? 9. 54-cü sual. Diametri 5/2. Fikir versəniz uşaqlar. Bu dedi, bu nədir? AB. AB AC-yə perpendikulardır. Buradan birləşdirsək buranı, BY-ni. Bu ne olur? Diametr. Hardan bildik? 90 dərəcənin qarşısındakı katet diametrdir. Tərəf diametrdir. Ona görə 90 dərəcə buradırsa, bu neçə dərəcədə çökənib? 180 dərəcə. 180 dərəcə ayıran parça nədir? Diametr. Diametrimiz 5/2-dirsə, katetlərimiz nə olur? 5 5. Gecimiz neçədir? 7. Qəşəng.
Bizə nə soruşur? BC parçasını. Qəşəng. Katetlər nədir? AB-miz 5, AC-miz 12-dirsə, BC pitonumuz nə bərabərdir? 5-in kvadratı üstə görə 12-in kvadratı. Bu da bərabərdir. Kökdə 169, o deyilir 13. BC-miz nədir? 13. Koordinat oxlarının -6, 0, 0, 0 və 0 nöqtədə keçən çevirən tərin yazın. Çevirən tərin düsturumuz nədir? X çıxaq A-nın kvadratı üstə görə Y çıxaq B-nin kvadratı bərabər nə? Y-in kvadratına. Burada dedik ki, A, B nöqtələri nədir? Çevrənin mərkəzi nöqtələri. İlk olaraq onları tapaq. Onları tapmaq üçün də A-dan B-ni birləşdirsək, mərkəz deyə bilərik. Hardan deyə bilərik? Birdən deyə bilərik. 90 dərəcədir. 90 dərəcəsi dedik. Qarşındakı tərəf nədir? Hipotenuz. Onu hardan bildik? 180 dərəcəyə görə yarı bölən xətt nədir? Diametr. Və yaxud məsələn, bu nədir? -6, 0, 0, -6. Bura nədir? 6. Bura nədir? 6 tərəfi. Buradan bilirik ki, nədir? 6 kökdə 2. Radiusumuz nədir? Diametrimiz 6 kökdə 2-dirsə, radiusumuz nədir? 3 kökdə 2. Radius tapdıq. Bu nöqtələri birləşdirən nədir? Yarıya bölünür deyən orta xətt. Bura 3-dür, bura 3-dür də yarıya bölünür. Yəni -3, 0 deyə bilərik və yaxud buradan da deyə bilərik. AB nöqtələrin toplu 2-yə bilərik. Tutaq ki, bura O nöqtəsi deyilsə, O nöqtəsi nə bərabərdir? 0-dan üstünə -6 gələndə eləyir -6, 2-yə böləndə -3. 6-nın üstə 0 gələndə 6, 2-yə böləndə 3. -3, 3 nöqtəmiz, koordinatlarımız. Bu da eləyir x plus 3-ün mörtəzə kvadratı üstə görə y çıxaq 3-ün kvadratı bərabərdir. Yerimiz nədir? 3 kökdə 2. Onun da kvadrat eləyir 9, 9 2 ondan neçə eləyir? 18. Çevrəmiz təhlilimiz oldu bu. 55. Qutardı. Sağ olun, salamat qalın.